Salam dəyərli izləyicilər. Burada qeyd-iki səbəb nəticə əlaqələrinin aid uyğunluğu müəyyən edin. Almaniyanın təzminat ödənişinin gecikdirilməsi Davos planının qəbul olunması. Deməli, təzminatın ödənilməsi bilirsiniz ki, Versal müqaviləsinə əsasən idi. Yəni 1919-cu ilin iyul aylarında müqavilə ilə bağlı idi. Və Davos planı isə 1924-cü ilə aid olan hadisədir. Deməli, burada ardıcıl getməlidir. Bu aralığa düşən hadisəni müəyyən etmək lazımdır. Burada Almaniya ilə bağlıdır. Deməli, Vaşinqtonda konferans çağırılması 1921-22 bu aralığa düşsə də, lakin bunun Almaniya ilə bağlılığı yoxdur. Lokarno konferansı Davos planından sonrakidir. 1925-ci ilə aid olduğunu götürmürük. Fransa və Belçika qoşunlarının Ruhr bölgəsini işğal etmir. Burada məntiqi ardıcıllığın Almaniya əsas təzminatı Fransaya ödəməli idi və Fransada 1923-cü ildə bura Ruhr bölgəsinə qoşun yeridir. Deməli, burada uyğun cavabımız elə C variantı olacaqdır. Müharibə borcları və təzminat probleminin Genya konferansının çağırılması. Genya konferansının çağırılması da 1922-ci ildədir. Lakin burada deməli təzminatın gelişdirilməsi, burada təzminat problemlərini Genya konferansının çağırılması, Sovet Rusiyası və Almaniya arasında Rapolla sazişi Genya konferansı. Bunlar demək olar ki, ikisi də eyni variantda düşür. Ona görə də məntiqi ardıcıllıqdır ki, təzminatın gecikdirilməsinin nəticəsində nə oldu? Təbii ki, Fransa və Belçika qoşunlarının Ruhr bölgəsini işğal etməsi. Yəni, digər iki variantda müharibə borcları təzminat məsələsi üçün Genya konferansı 1922-ci ilə bu aralığa düşür. Sadəcə məntiqi ardıcılıq uyğun gəlmir. Sovet Rusiyası Almaniyasının Rapollo sazişinin imzalanması da düşməz. Elə uyğun cavabımız C variantı olacaqdır.